Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevinin maliyyə, aqrar, tikinti sahəsindəki uçsuz-bucaqsız sərvəti içərisində Sədərək və Binə Ticarət Mərkəzinin də adı keçir. İddia olunur ki, Ramiz Mehdiyevinin Sədərək və Binə Ticarət Mərkəzində obyektləri var. Buna görə də sabiq PA rəhbərinə məxsus obyektlər təcili satışa çıxarılır. Nəzərə alsaq ki, Binə və Sədərək yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın, regionun ən böyük ticarət mərkəzləridir və bura hər gün qonşu ölkələrdən minlərlə tədarükçülər gəlir, bu məsələ narahatlığı artırır. Bu qədər sahibkarın ticarət fəaliyyəti göstərdiyi mərkəzlərin aqibəti nə olacaq? Söküləcəkmi, fəaliyyəti dayandırılacaqmı? Səbəbi odur ki, Mehdiyevinin özünün, yaxın qohumlarının adlarına olan torpaqları və obyektləri təcili və ucuz qiymətə satışa çıxarılır. Qeyd edək ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəlidir. Onun oğlu Mehman Qədimbəli PA-nın sabiq şöbə müdiri Əli Həsənovun köməkçisi olub. Globalinfo.az məlumat verir ki, mərkəzin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Bizim mediaya açıqlamasında bildirdi ki, Ramiz Mehdiyevinin Sədərək Ticarət Mərkəzi ilə heç bir bağlılığı yoxdur, dünyanın hər yanında Ramiz Mehdiyevin əmlakı var, siyahısını veriblər, milyardlarla dəyərində olan obyektləri mövcuddur. Onun nəyinə lazımdır gəlib Sədərəkdə 3-4 dükan alsın? O boyda sərvətinin arasında bizimlə əlaqəsi olmaya Sədərəyin adı çıxır. Mən bu ticarət mərkəzinin rəsmisi olaraq deyirəm, başımla cavab deyəm, onun burada heç çöpü də yoxdur. Sədərək Ticarət Mərkəzində bəzi korpusların köçürülməsi, bəzilərinin sökülməsi iddiasını da Qədim təksib etdi. Hamısı yalan məlumatdır. Gəlin baxın, burada sökülən hissə var, bu məlumatları kim uydurur? Əksinə, yeni tikilən mağazalar var. Əvvəlkilərdən təmir üçün müvəqqəti fəaliyyətini dayandıranlar ola bilər. Kəbirə Məmmədovaya məxsus Binə Ticarət Mərkəzi mətbuata qapalı olduğu üçün əlaqə saxlamaq mümkün olmadı.